Salam dostlar, bugün artıq şəkil təsvirinə baxacağıq. 9-cu siniflər üçün olan 9-cu siniflərin buraxılış imtahanında tələb olunur. Şəkil nə şəkildə təsvir edilir? Bunları düzəldim buranı. Okay. Şəkil təsvir edərkən diqqət edilməsi məqam nədir? Görürsünüz, 3 şəkil verilir. Bu birinci şəkildir. Bu ikinci şəkildir. Bu isə üçüncü şəkildir. Ardıcıllıq qorunmalıdır. Yəni şəkildə nə görürsünüzsə, onları ardıcıl təsvir edib yazırsınız. Məsələn, bir gün filan kəs filan yerə gedir. Özünüz beyninizdə quraşdırırsınız və şəkildə nələri görürsünüz, onları deyirsiniz. Və keçən şəkildə dediyim kimi diqqət edəcəyiniz məqam nədir? Diqqət edəcəyiniz məqam burada məsəl üçün feillərini yazmaq. Birinci şəkildə nə ola bilər? Deyək ki, çamadanını yığır. Daha doğrusu əşyalarını, paltarlarını çamadanına yığır. Packed keçmiş zamanda. Sonra anası otağa daxil olur. Daxil olmaq nədir? Entered. Ona nəsə deyir. Məsələn, ona deyir ki, artıq avtobusun getdiyini deyir. Deyir ki, avtobusun gəldiyini deyir. Gəlmək nədir? Came. Come ya da came. Çatdığını da deyə bilər. Reached və s. Sonra artıq ikinci şəkildə görürsünüz ki, oğlan qaçır. Keçmiş zamanda ran. Ancaq qaçmasına rəğmən avtobusu buraxır. Missed. Daha sonra anası taksi çağırır. Taksiyə zəng edir deyə bilərik. Və onu yola salır. Bax belə. Yola salmaqda set off. 2 dənə f. Set off. İndi görürüz, bir neçə şeyi təsvir etdik burada. Şəkil olaraq, yəni feillərini. Və bildik ki, o anar harasa gedir, səyahətə gedir deyə bilərik. Misal üçün yazaq. Birinci şəkildən başlayaq. One day. Həmin o personajlara ad verə bilərik. Anar deyək ki, decided to go on vacation ya trip, yəni səyahətə getməyə qərarı aldı. So, beləliklə he packed his clothes for his trip. Öz səyahəti üçün paltarlarını qablaşdırdı. Suddenly, his mother enters the room. And told him that, ona dedi ki, the bus had already come. Artıq gəldiyini dedi. Anar ran, qaçdı, but he could not reach the bus and missed it. Ona çata bilmədi və onu qaçırdı. Sonra therefore, ona görə də his mother called a taxi, taksiyə zəng edir, and set anarı yola salır. Now
Anar is very happy. İndi çox xoşbəxt görünür ki, artıq işi həll olundu. Bax belə təsvir edə bilər. Görürsünüz, 3 şəkli təsvir etdik. Sizə rahat olması üçün feillərini birinci düşünün nə baş verir. Məsələn, səyahətə gedir, qablaşdırır, pək əşyalarını, paltarlarını. Sonra anası gəlir ki, artıq avtobus gəlir, amma o avtobusa çata bilmir, qaçır və anası deyir ki, taksiyə zəng gedir, taksi çağırır. Yazandan sonra ümumiyyətlə cümlə quranda da belə qurursunuz. Mübtəda gəlir, kimlə, sualına cavab verən, sonra xəbər gəlir. Azərbaycan dilində xəbər ən sonunda gəlir, feil. Amma ingiliscəsində ikinci gəlir, sonra tamamlıq, nəyi nəyə sualını verəcəyimiz, sonra da deyək ki, zərf gəlir. Məsələn, bir gün əslində sonunda da vermiyorlar, əsasən əvvəldə verilir. Anar mübtədadır, decided qərara gəlir, nəyə? Səyahətə getməyinə, görürsünüz, tamamlığı, səyahətə getməyə. Belə, ümid edirəm ki, faydalı olacaq. Hər birinizə bir daha uğurlar arzulayıram.